Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də ənənəmiz uyğun olaraq həftəlik proqnozlarla sizin qarşınızdayıq. Belə deyək ki, noyabrın son həftəsinin proqnozları olacaq 24-30 noyabr aralığında. Əvvəlki həftələrdən fərqli olaraq bu həftə daha çox mən planetar quruluşa əsaslanıb deyirəm ki, sakit həftədir. Diplomatik irəliləyişlər olan həftədir. Müəyyən sabitliyə doğru gedən həftədir. Məsələn, ötən həftələrdə Ukrayna-Rusiya qarşı durması daha kəskin xarakter almışdı. İndi planetlərin quruluşu belədən də qoy Allah eləsin ki, doğrudan da sabit, sakit, sülh dolu bir həftə olsun. Fərdi qaydalara, fərdi insanlara gəlincə, daha çox yenə də münasibətlər və əldə olunmalı pulları, yəni alacağınızı, gecikən maaşdır, kimdəsə borcunuz var, yaxud da alacağınız, bunların hamısını təcili əldə eləmək üçün, ona sahiblənmək üçün, yiyələnmək üçün çox önəmli bir həftədir. Ayrı-ayrı zodiak işarələrinin proqnozları da budur. Qoç bürcü. Səhhətinizi qoruya bilsəniz, öhdənizdə olan bu həftədə heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin. Təbii ki, hamınıza aiddir, kim sındırırsa. Lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, bu məsələdə reallığa və məntiqə əsaslanın. Boğa bürcü. Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki bu ayın yəni sonlarında artıq növbəti aya keçid ərəfəsidir. Yeni bürcümüzdə başlayıb Oxatan bürcü. Yəni bu dönəmdə, bu zaman kəsimində onu etməsəniz sizi uzun müddətli kasıbçılıq gözləyə bilər. Hər təsadüfi adama etibar etməyin. Noyabrın son 2 günündə ağlınıza gəlməyən istiqamətdən perspektivli təkliflər ala bilərsiniz. Çalışın ki, razılaşasınız. Əkizlər bürcü. Sakit bir həftə yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da bunu kənardan kimsə hiss etməyəcək. Əgər maddi imkanınız yol versə, noyabrın son günündə səfərə çıxmaq da olar. Həmin gün həm də, necə deyərlər, Tanrının başınız üstündə hiss edin ki, bağlı qapılarınız açılsın. Vacib planlarınızı isə həftə boyu heç kimə deməyin. Xərçəng bürcü. İlk günləri pasiv başlasa da, ayın 27-sindən etibarən nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız. Çünki ulduzlar ətrafınızda sizləri aldada bilənlərin artdığını bəyan edir. Şir bürcü. Bir çox bürclərdə qeyd elədiyimiz kimi, siz də həftə ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəltməlisiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin. Ayın 28-də aldığınız təkliflərə göz yumulu razılıq verməyin. Əks təqdirdə gələcəyiniz üçün problemlər yarana bilər. Qız bürcü. Bərbaşdan nəzərdə tutun ki, ixtiyarınızda olan bu həftə bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək. Uğurlu səfərlər, maliyyə sövdələşmələri də yolunuzu gözləyir. Tərəzi bürcü. İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi nəhayət ki, etməlisiniz. Ayın 26-sında və 30-da istənilən riskiniz müvəffəqiyyətlə nəticələnəcək. Bu həftə şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür. Amma imkan daxilində uzaq yolu çıxmağı təxirə salsanız yaxşı olar. Əqrəb bürcü. Astroloji göstəricilər yalnız ayın 27-sini gərginlik içində başa vuracağınızı bildirir. Həmin gün maksimum ehtiyatlı davranmalısınız. Həftənin digər 6 günündə isə necə deyərlər, zaman xeyrinizə işləyəcək. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır. Doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin. Oxatan bürcü. İlk öncə bildirim ki, sizin bürcün ilk həftəsidir. Artıq hakim bürcsüsüz. Bu da o deməkdir ki, hamıdan güclü, şanslı və enerjilisiniz. Proqnozlarda isə bildirilir ki, adi həftələrdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlimin mülayimləşməsi qismən mülayim olacağı göstərilir. Təbiətin dəyişkənliyi daxili orqanlarınızda
artıq sağalma prosesinə səbəb ola bilər. Yəni, daxili orqanlarınızda olan ağrıların azalacağı, təzyiqinizin normallaşacağı, qan dövranınızın yəni ən ideal səviyyədə olacağını göstərir. Belə olanda da insan ayıq olur. Bu da yəqin ki, öz bürcünüzün başlamasından irəli gəlir. Və hər şeyə ayaq başla yanaşırsınız, yanaşsanız, uğurları özünüzə daha çox cəlb edə bilərsiniz. Noyabrın 29-da isə pul və iş barədə çox uğurlu, çox ideal bir təqvimdir. Oğlaq bürcü. İstirahət günlərində əsəblərinizi cilovlaya bilsəniz, qalan şeylərdən narahat olmayın. Çünki əvvəlki 5 gündə hər hansı bir narahatçılığınız yoxdur. Yalnız şənbə və bazar, yəni 29-30 noyabr günləri bir qədər gərgindir. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti bu həftə aradan qalxacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu həftə daha çox istirahətə yer ayırsanız yaxşı olar. Su tökən bürcü. Bəxtinizə təzadlı bir həftə düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Odur ki, ayıq sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atıb qərar verməlisiniz. Bu ərəfədə müqəddəs ziyarətgahlarımıza da tez-tez baş çəkməyə çalışın. Balıqlar bürcü. Ümumən passiv ərəfədir. Özünüzü cilovlamağı bacarmalısınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Göy qüvvəsi büdcənizin artacağını mütləq sayır. Bir neçə dəfə həftə ərzində büdcənizdə artım gözlənilir. Üstəlik noyabrın son günündə maraqlı sürprizlərin də şahidi olacaqsınız. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.